Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Ermənilər geri çəkildi. Sərhəddəki strateji post ordumuza təhvil verilib. Təxribat baş tutmadı. Ermənilər kütləvi şəkildə Azərbaycan benzini alır. Ramiz Mehdiyev kostyumlarını bu ölkədən alırmış. Azar təyyarəsi ilə bağlı birgə rəy açıqlandı. Vurulub. Qazax-Tavuş sərhədində əvvəllər Ermənistan ordusunun dayandığı və Yeni il adlandırdıqları post artıq Azərbaycan ordusunun nəzarətindədir. Bu barədə Hraparak nəşrində yayımlanan erməni jurnalist Voskan Sarkisyanın məqaləsində bildirilir. Sarkisyan yazır ki, 2022-ci ildə Noyemberyan sərhəd zonasında müqavilə əsasında xidmət edən əskərlərdən biri ona Yeni il postundan foto göndərib. Stat. Fotoda postun acınacaqlı vəziyyəti aydın görünürdü. Post lazımi səviyyədə təchiz edilməmişdi. Mavi rəngli kətan dam örtüyünü əvəz edir, istidən, soyuqdan, yağış və qardan qorunmurdu. Posta təkərlər yığılmışdı. Beton döşəmə yaxud istehkam işləri aparılmamışdı. O vaxt bu məlumat hərbi sirr olduğu üçün heç bir nəşr bunu dərc etmək istəmədi. 2 il sonra 2024-cü ildə Tavuşda demarkasiya işləri başlandı. Nəticədə İcevan icmasının Kirans kəndindəki körpü 15 hektara yaxın ərazi, dövlətlərarası magistral yolun bir hissəsi və Kirans-Bağanis hissəsində 30 il ərzində möhkəmləndirilmiş mövqelər Azərbaycana təhvil verildi. Məndə olan məlumata görə Voskepan, Əskipara və Bağanis kəndləri arasındakı sərhəd zonasında yerləşən Yeni il zastavası demarkasiya prosesi zamanı Azərbaycana qaytarılmamalı idi. Ermənistanın hərbi komandanlığı isə həmin zastavada xidmət edən sərhədçilərə ərzaq çatdırılmasının çətin olduğunu əsas gətirərək postu Azərbaycana təhvil verib. Artıq orada Azərbaycan bayrağı dalğalanır. O iddia edib. Erməni jurnalist qeyd edib ki, Yeni il postu strateji cəhətdən əlverişli olan hündür yerdə yerləşir. İndi sərhədin həmin hissəsindəki müdafiə postlarımız əvvəllər bizə məxsus olan Yeni il postundan onlarla metr aralıdadır. Azərbaycanlılara təhvil verilən postdan isə Ermənistan-Gürcüstan dövlətlərarası magistral yolunun Voskepar-Bağanis hissəsində nəqliyyatın hərəkətinə nəzarət etmək mümkündür. Sarkisyan yazıb. Ermənistanda revanşistlərin Azərbaycan benzinini boykot etməyə çağırışları uğursuz olub. Ermənistan mediası bir neçə gün öncə bazara çıxarılan Azərbaycan benzininin sürətlə satıldığı haqda məlumat yayıb. Məlumata görə Azərbaycan benzini daha münasib və keyfiyyətli yanacaq kimi qiymətləndirilir. Azərbaycan benzininin sürətlə satılması erməni revanşistləri məyus edib. İranşünas Azərbaycana qarşı çağırışları ilə tanınan Vardan Voksanyan təəssüflə yazır ki, bu mənzərə utanc vericidir. Azərbaycan benzininin sürətlə satılması narahatlıq yaradır. Bu benzin digərləri ilə müqayisədə 90 dram daha ucuzdur. Bu o qədər də əhəmiyyətli fərq olmasa da sürücülər kütləvi şəkildə Azərbaycan benzini alırlar. Bu həm də sosial degradasiyanın və istehlakçılığın milli şərəf və ləyaqət üzərində qələbəsinin göstəricisidir. O iddia edib. Prezident administrasiyasının ev dustaqlığında olan sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı daha bir maraqlı detal üzə çıxıb. Bu dəfə söhbət uzun illər Azərbaycan siyasi elitasında mühüm fiqur olmuş Ramiz Mehdiyevin geyindiyi brenddən gedir. Telegraf Modernaza istinadla xəbər verir ki, Ramiz Mehdiyev geyimlərinin bir hissəsini Türkiyədən alırmış. Söhbət İstanbul şəhərində yerləşən tanınmış ticarət məkanlarından birindən gedir. Həmin ünvan Eminönü ərazisində yerləşən kişi geyim mağazasıdır. Mağaza Yusuf Kişi Geyim mağazası kimi tanınır. Bu dükkan Eminönü ticarət mərkəzində fəaliyyət göstərir. Mağaza həm yerli sakinlər, həm də xarici müştərilər arasında məşhurdur. Məsələ ilə bağlı mağazanın əməkdaşı Milliyyətçə Çərkəz Atilla bildirib ki, zamanla Ramiz Mehdiyev geyimlərini məhz onlardan alıb. Satıcının dediyinə görə alışlar təsadüfi olmayıb. Ramiz Mehdiyev bu mağazadan davamlı şəkildə Azərbaycana geyim gətirdirmiş. Hətta alışların həcmi də diqqət çəkən olub. Belə ki, bir dəfiyə 50-yə yaxın kostyum və köynək alınıb. Bu qədər böyük alış mağaza əməkdaşlarının da yaddaşında qalıb. Satıcı Atilla qeyd edib ki, bu cür müştərilər nadir hallarda olur. Mağazada əsasən klassik üslubda kişi geyimləri satılır. Keyfiyyət və parça seçimi isə alıcılar üçün əsas üstünlüklərdən sayılır. Məhz bu amil Ramiz Mehdiyevin də seçimində rol oynayıb.
Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinə məxsus Embraer 190 tipli sərnişin hava gəmisinin 25 dekabr 2024-cü il tarixində Qazaxstan ərazisində uğradığı qəza ilə bağlı beynəlxalq mülki aviasiya haqqında Chicago Konvensiyasının 13 saylı əlavəsi əsasında araşdırma davam edir. Araşdırma Qazaxstanın Nəqliyyat Nazirliyi tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə həyata keçirilir. Bu araşdırmadan əlavə 3 ölkənin Azərbaycan, Qazaxstan və Rusiyanın istintaq orqanları öz səlahiyyətləri çərçivəsində qəza ilə bağlı cinayət işinin istintaqını da həyata keçirir. Beynəlxalq Mülki Aviasiya Təşkilatı tələblərinə uyğun olaraq Qazaxstan bu il fevralın 4-də ilkin hesabat nəşr edib. İlkin hesabat yalnız aşkar edilmiş faktları özündə əks etdirib və hər hansı təhlil, habelə nəticələri etibar etməyib. Chicago Konvensiyası çərçivəsində həyata keçirilən araşdırmanın nəticələrini özündə etibar etməli olan yekun hesabatın tamamlanması qəzanın ildönümü tarixinə mümkün olmayıb. Məhz buna görə Qazaxstan Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinə uyğun olaraq aralıq bəyanatı ictimaiyyətə təqdim edib. Aralıq bəyanat sənədində daxili partlayış faktını istisna edən oksigen balonlarının zədələnməməsi faktı vurğulanıb. Habelə hava gəmisinə zərər vurmuş partlayıcı qurğunun hissəcikləri olan kənar metal obyektlərin silah sisteminə aid olması ilə bağlı məlumat qeyd olunub. Bununla belə həmin silah sisteminin modeli barəsində məlumat aralıq bəyanat mətnində qeyd edilməyib. Xatırladaq ki, həmin silah sisteminin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə aid olması həmin ölkənin prezidentinin siyasi bəyanatında artıq qeyd olunub. Qeyd edək ki, növbəti mərhələdə Qazaxstan tərəfi tamamlanmış araşdırmanın nəticələrini özündə əks etdirən yekun hesabat mətnini ictimaiyyətə təqdim etməlidir. Aralıq bəyanat sənədindən fərqli olaraq yekun hesabat sənədi daha təfərrüatlı, işin araşdırması ilə bağlı aşkar olmuş bütün faktiki məlumatları, qəzanın səbəbinin təhlilini və gələcəkdə bənzər qəzalara yol verilməməsi üçün tövsiyələri özündə əks etdirməlidir. Qazaxstan tərəfinin yaydığı hesabatdan Azərbaycan, Rusiya, Qazaxstan, Braziliya və Beynəlxalq Mülki Aviasiya Təşkilatı ekspertlərinin ümumi rəyindən də görünür ki, təyyarə hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə nəticəsində idarə etməni itirib və qəzaya uğrayıb.